Gedirsən yerə, orada cırtdan var, nənəsiyle yaşayır, 9 yaşı var. Onu ve dostlarımızı getirirsen yanımıza. Necə gətirəm, gətirəm. Başa düşmədim, oğurlamaq niyə? Bəs hansı ağlar, bəs hansı ağlar, bəs hansı ağlar. Yine həmin nağıl, yine həmin nənə, yine həmin cırtdan ve yine həmin dil. Yine o, nənə cırtdanı ve dostlarını meşeye gönderecek. Dipler onu ve dostlarını yemek isteyecekler. Sense xilas edip getireceksen bura. Bəs sonra, bəs sonra, bəs sonra. Bizim yeryüzündeki uşaqlara mesajlarımız var. Onlar mesajları bizden alıp onlara çatdıracaklar. Bana razılaştı. Çekersen çek. Dişlerini yok, paltar giyme, vay buna da leke düşüb. Sen başa düşmürsən ki, mən işə gecikirəm. Tez ol, aç ingilis dilini oxu. Sənə deməmişdim, gedəcəm, otur oxu. Ne oldu ben? Okudun mu ingilis dilini?
Nənə, gör heç məndə günah var. Yadımdan çıxmışdı da. Gecə yatmağa gedəndə yadıma düşdü ki, İngilis dil müəlliməsi Shakespeare-in 5 əsəri haqqında es yazmaq tapşırdı. Nə olacaq, onsuz da yaxın gəlmirdi. Amma anam çox istəndi. Nə? Yüksəkliyi var. Buradan gəlsin tanıyacaq. Uşağımı incidir. Nənə, sən görə qalma. Nənə, bəs sən niyə mobil telefon işlətmirsən? İşlətməm ay bala. Onlar uşaqların beynindən yıxara bilmək üçündür. Sən demişsən ki, münasit qoy yerinə. O qulaqlıqlarında beynimə siqnala yatırırlar. Ona görə beynimdə təzə xəstəliklər çıxır da. Olmayacaqdır. Nənə, bəs qazı niyə yandırırsan? O da benim səsi yandı. Sən nə eləmişsən? Sənin işin gücün mənə nələ salmaqdır. Git o meşəyə gəlsin. Ocaq üçün ocaq getirin də. Nə olar ki? Üstünə de yeməyi qoyursan. Qazanın altını açar ki, yeməyi dadı gətirir. Yanında da geçen mürəbbə. Cidden, bəs, əklər. Deyək küməyə bir qalsın. Dur, mənim ziddanım, dur. Mənim canım. İndiki uşaqlar da. Üzümün işığı. Benim güzel güldanım. Ay nene sana kurban. Özümde şeker tozu hazırlamışam Geçen bir şeker damlacı etmiştim. Hemen bana öğretmişti. Değil ya şeker yemek ötelersen. Bak da bana. Ne yiyinəm, içinəm. İstediğimi de yiyinəm. Ona göre bile gezelem de. Dur. Dur. Ocuğum da tutarır. Gelin biraz meşgul gelsin. Dostlarımla da dincelin. Ben de biraz odun getireyim. Geçen müddet pişirin. Ne pişirin da? Canım. Tanıyım. Yaxşı, nənə, yaxşı. Sağ ol. Ne olur yere? Nenen ona deyir ki, gələrsən kömək eləməyə. Dostum, haydi sən gələyim. Amma bir yeri yenə olacaq. Nenen o günlərdən tutmuş olar. Sən yuxuma girən yaşı. Sizə nə var yenə göndərir odun çırpıyırmağa. Ayda, dünya Marsdan torpaq sahə salır. Amma nənə bir hədə təbii qaz işlətmir. Ay Allah, yenə oldu. Getməzsəmsən getmə. Mən dedim, razı da eləmərik. Allah. Əgər odun lazımsa, deməli yemək çəkək. Üzüm, dolanır. Bəli, düşəcək. 50 mürəbbəsi. Yanım. Mənim adım Cırtdandır. Dostlarım mehribandır. Daşlı qorğa yeyirik. Odun üçün gedirik. Azad yaşayırıq biz. Mehriban görürlərimiz. Qorxmaz tuman səndə, bizlər bizi görəndə. Ona şələr gələrik, evimizə dönərik. Kim görüşər dərk edir, gözümüz bir işlədir. Özünə də çəkmək olurmuş, video şəkil çəkmək olurmuş. Orada yazır. Yox, o da zəhərlidir.
Yaxşı gəldi. Qorxulu deyil. Dillər haqqında oxumuşam. Deməli, Azərbaycan kitabında 94-cü səhifəsidir. Sabah günü görürdün ki, oradan uzaq qoxusu gəlir. Böylesi saat bilmeyin sənə. Əksinə, işin gələn yox, İlker İbrahim tərəfə getmezdi. Bəs sən onları oxumamısan? Elə sənin ağzından götürürəm. Telefon olsaydı, zəng edib deyərdim ki, azmışım. Deyəndə heç telefon solunur. Qulaq asmırlar bizi. Sən kim Məli? Məni öldürsənə, deyilməm. Özün dedin ki, səndə divlər var. Divlər bizə nə deyərdi? Gəl, dirək baxaq. Gəl baxın sənlər var, ben çox. Yox. Gəl, gəl. Kim yatmış? Kim oyan? Ham yatıp tırtlan oya. Niye yatmırsa? Mənə hər gözə qəhrəman yetizdirirdi. Divane, bu uşaq kesə dönəcəkləri. İndi qanunlarda nəsə stek çıxar, hə? Nəsə yorulmuşam, dadsız yeməklərdən. Mənim dedim, yam-yaşıl gözünə vurma. Axı çox yer kəsər. Sənə yeddi yeməklər lazımdır, düz demirəm. Əşin, qabiliyyətiniz olsun da. Görmürsünüz, gözlərimlə söhbət edirəm. Yekə adamlarsınız. Səhərdən axşam özünüzü ən ali varlıq elan edirsiniz. Hər rəng bağışla. Bunlar elə bilirlər ki, dibini rəy olmur. Bu boyda dünyanı zəbt edirlər. İmkan vermirlər bir tikə mağaramızda div kimi yaşayaq. Söhbətimizi edək. Hə, qoy biraz da qorxsunlar. Onda ətləri bərkir. Axşama sənin üçün bir yemək düzəldim ki, mənim nəhəngim. Bəh, bəh, bəh. Uşaqlar, unutmayın. Kəsə hədə verir. Başdan qatı var. Allah'ım olsun olaydı. Yazıq. Ben bir rayım olmak istemiyorum. Siz bizə şirin çay düzəldə bilərsiniz. Bizə aşçıdan da sıcaq bırakırsınız çayla. Peki bakalım. Yox, deyirəm ki, bəlkə bizim üçün şirin çay düzəldəsiniz. Siz bu enerjilər bağlayıb çay oxula bilərsiniz. Deməli belə. Kim meynimizdə? Şimdi son budur. Divane, günündə başqa nə var? Ay Allah, gülməlidir də bu oğlan. Gedib bu nağılları dostlarıma danışarsan. Heç bir ölümünə hörmət eləyən deyil, o hadisədən sonra xəlbirlə su daşımaz, aşsüzənlə çay gətirməz. Əziz divlərim, bu insanların əlindən yaşaya bilmir. Milyonlarla insan var. Bizdə işte yeməyində bizə çox görürlər. Gündə bir dənə planet, ulduz, meteorit, asteroid kəşf edirlər. Amma bu boyda aləmdə bizə yer tapılmır. Düzdür, dünyanı yaman günə qoyublar bunlar. Dünyanı yaman
dostlarımı, sen de dostlarını yere yola salacağım. Bir gün yine yolun yerden düşsə, seni gəlir. Yaxşı əziz dost, mən səni mütləq gözləyəcəm. İnşallah benim oğlum maşallah. Necə qalmışam? Nənə, biz üsyan getmişdik. Nasıl var baba? Gözünü yumdu başladı, gelmiştir. Yaxşı nənə, sən əriklər, almırıq və bir şey, biz gedirik. Hara belə? Meşədə məzlik keçirəcəyik. Axı bu bizim dünyamızdır dostlar. Onu sevməli, qorumalıyıq. Nənə sağ ol. Sağ ol. Sağ ol, sağ ol. Bunu öderim. Sağ ol nənə. Göster bak. Neyse, ben de gözüm mürebbem şurada. Birinde taktım mürebbemi.
Seydi alkışlayalım. Bir valimiz. Nigar'ın geçenler alkışlayalım. Ahmet Güneş Trabzon'a gelmiş alkışlayalım. Sözünü değil. Dilemeyin, alkışlayalım. Alkış olsun. Əvəzi üç adam alkışlayalım. Evet çok qəşəng oynadı. Həqiqətən. Hakimi, Cüzdanı, Nəsib Bəyi, laf üç adam alkışlayalım. Ağzını alkışlayalım. Enişte, Eyşteylə baxır. enişteyle Fatiha'ya gelmişler. Bu xeyirli bir işdi. Ama çıktı. Anladım. Ve Nigar'la her götürdü. Teşekkürler. Bizim müəllim alkışlar. Paylaşsın da bura. Bura paylaş. Bizim belə bir ritualımız var. Deməli ki, hərə bir ədəd götürsün, siz bir ədəd. Çox götürə bilərsiniz. Deməli belə bir istəyim var ki, bu ərikləri yeyirik. O kiçik toxum olacaq. Mən onu nənəmin həyətində əkəcəm dostlar. Görərik bu toxumlardan neçə aktyor düzəlir. Neçə İnşallah. o qədər aktyor olacaq. İnşallah. Olsun. Təşəkkür edirəm əlinizə. İndi ekmek olur ağac. Dersimizde iştirak Tom edildiniz. ekmeği. Bravo müəllim. Teşekkürler. Valideynler, ellerinizden öpürəm. Səbir göstərmişsiniz. Ne yaxşı mənim yanımdayız. Teşekkür ederim. Bu da bir tamaşanın sonu oldu və 9 aylıq proqramın bir sonu oldu. Elə uşaqlar var ki, burada 6 aylıq proqramda iştirak edir, elə uşaqlar var ki, 3 aylıq proqramda iştirak edir. Və onların sertifikat mərhələsinə gəlib çatmışıq. Mən sertifikatı Nigar, təqdim etmək üçün zaldakı uşaqlar da paylayır. Mərkəzin rəhbəri direktoru Vüqar Gündəzovu dəvət etmək istəyirəm. Və eyni zamanda mənə O kim yapacaq Elmi əməkdaşı və metodik Kimdir o? sağlar üstü. Əvvəl bizim kursda olub, sonra çıxıb. Bu uşaq. Ay maşallah. Ne qəşəng düzəldi be. Bu ihtiyarda belə. Yağmur Mikailzadə. Verirlər. Alp Arslan. Məhərrəmzadə Əvəz. Kamera koy buraya. Qurbanov Raul.
Mən almışlayardım. Mustafayev Fəqan. Almışlayardım mən onun adını. Paşayeva Alhu. Hasanzade Nigar. Musazade Nigar. Almışlayalım. Güne sen almışsan. Əliyev Rəvan. Məmmədzadə Mirvari. Diplomdur. Diplomu almışlar və Mirvari almışlar. Allah. Bu da diplomdur. Kərimov Nəsir. Əvvəldəki nədir mən? Hə? Bir de bizim xüsusi sertifikatımız var. Əzizimiz Hüseynzadə Abdul. Bəli. Kurs müddətini tam başa vurmasa da göstərdiyi istedad və səhnəyə olan maraq bizim üçün çox qiymətlidir. Bu sənət sənin ilk aktyorluq təcrübənin unudulmaz xatirəsi olaraq sənə təqdim olunur. Gələn il səhnədə daha parlaq görüləcəyinə inanırıq. Azərbaycan İncəsənət Məktəbi, Qasım bəy. Qasım bəy, tanışlar özünüz. Bizi alkışlayın. Təbrik edirəm dostlar hər birinizi. Mütləq foto çəkdirəcəyik bir dənə kollektiv. Amma mən deyim ki, tamaşanın məzmunundan daha maraqlı mənim üçün uşaqların həyəcanı idi. Onların bir-birinə təsvir olması idi. Məncə uğurlu bir işdir. Çox sağ olun. Foto çəkdirək. Sizlərlə buyurun. Məsələn, gəlin. Gəl. Yerləşmir kameraya bu şəkili çəkim. Biraz sıxlaşsalar.